Həmin dövrdə nişanlı olan Cənnət bir müddət sonra nişanını qaytarıb Rusiyanın Sverdlovski şəhərinə gedir. Sverdlovski Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Rüşvətxorluqla daimən mübarizə apardığına görə ona dəli deyirlər. Sverdlovskidə bir müddət müstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görə təqiblərlə üzləşib. Sıxışdırıldığını görən Cənnət qərara gəlir ki, iqtisadiyyatla məşğul olsun. Sverdlovskidə açdığı Qvazdik adlı mağaza ilə maddi vəziyyətini xeyli yaxşılaşdırır. 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski əyalətlərində polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovski əyalətinin Yuxarı Puşma şəhərində, Uzaq Uralda Təbriz kooperativini qurmuş və SSR-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1989-cu ilin axırlarında Sverdlovskinin Simena qəzetində Sovet milyonçuları ilə müsahibə rubrikasında milyonçu kimi müsahibə vermişdi.